dostlar, deməli bugün sizinlə birlikdə Sapienza Universitetində Economics digrisini necə oxumaq lazımdır, oradan necə müraciət etmək lazımdır, onun haqqında sizə informasiya verəcəm. Deməli, Sapienza Universiteti Avropanın ən böyük universitetlərindən biridir. İndi bizim təhlil edəcəyimiz sənəd ən vacib sənədlərdən biridir. Qəbul olmağa başlamamışdan qabaq bu sənədlə mütləq şəkildə tanış olmağınız gərəkdir. Bu sənədi Sapienza'nın saytında tapa bilərsiniz. Həmçinin sırf Economics degree deyil, başqa degreelərə də eyni şəkildə baxa bilərsiniz. Sual verilir ki, məsələn, mən bir fakültəni bitirmişəm Azərbaycanda. O fakültə ilə Economics oxuya bilərəmmi? Məsələn, sizin fakültənizin adı fərqli ola bilər və sizə maraqlıdır, Economics oxuya bilərsiniz, yoxsa yox. Ən vacib olan şey, baxırsınız entry requirements-lara. Bu sənədin ingiliscəsi də var, italyancası da var. İndi hal-hazırda ingiliscəsinə baxırıq biz. Deməli, burada nə yazılıb? Və baxırıq biz, İtaliyada təhsil almışsınızsa, əgər bakalavrosu İtaliyada oxumusunuzsa, bu sizə aiddir. Deməli, bu Scienze Aziendali, bir də ki, Ekonomiya Pura degreleриndən gələnlər üçündür. Bu iki dənə degree var, iki dənə təhsil bakalavr dərəcəsi var ki, onlardan gələnlər direkt olaraq qəbul ola bilirlər. Yox, əgər sizə o degreelərdən, necə deyirlər, bakalavr dərəcəsindən gəlmirsinizsə, burada yazılıb, digər aplikantlar üçün isə ən azından 72 kreditiniz olmalıdır. Və onu da baxmaq lazımdır ki, 72 kredit Azərbaycanla İtaliyada arasında fərq necədir? Onun haqqında da danışa bilərik. Amma bugünkü məsələ o deyil. Bugünkü söhbət hansı degreelər, hansı fənlər sizdə olmalıdır? Onun haqqındadır. Məsələn, 72 kreditin içərisində sizdə fənlər olmalıdır. Məsələn, burada fərqli kodlar görəcəksiniz. Bunların çoxsu Azərbaycanla ekvivalenti olan kodlardır. Məsələn, statistika olmalıdır məsələn sizdə, matematika olmalıdır sizdə, sonra informatika olmalıdır, ola bilər və yaxud da ki, industrial fakültələr ola bilər. Bunlar hamısı cür yazılanlar hüquq sahəsindədir. Hüquq sahəsində əgər kreditləriniz varsa onlar sayıla bilər. Economics haqqında kreditləriniz burada məsələnlər də var da, bu fərqli fakültələrdə, fərqli fənlər ola bilər. Hətta coğrafiya əgər coğrafiyanın ekonomikası olmalıdır, səhv eləmirəmsə, o da ola bilər. Yəni bunlar haqqında məlumat almaq olar, bu problemdir. Əgər sizin əlinizdə artıq təhsil aldığınız zamanda fənlərin kurikulumu varsa, transkript rekord deyilir ona. O transkript rekordunuz varsa, artıq bunu verify eləmək olar. Bunu yəni yoxlamaq olar. Siz ora düşürsünüz, yoxsa yox. Zamanına baxanda nə vaxta qədər müraciət edə bilərsiniz? Məsələn, non-edən deyilsinizsə, 16 sentyabr müraciət etmək sizə necə deyirlər? Məsləhət görülür. Və 16 sentyabrda əgər müraciət eləməmsinizsə, 16 oktyabr zamanı var. 18 novembr, 16 dekabr sonuncu vaxtdır. Yəni yadınızda saxlayın, 16 dekabra qədər müraciət eləməlisiniz əgər istəyirsinizsə oxumaq. Yanvarın 15-i isə Roma Universitetində, Sapienza Universitetində təhsilini bitirənlər üçündür. Və ödəniş eləməli olacaqsınız və ödənişi burada eləyirsiniz. 10 avro ödəniş olunur və ödənişdə edəndə kodu yazırsınız. Hansı ki, sizə əvvəlcə göstərdiyim kod, bu kodu ora daxil edirsiniz və ödəniş üçün
burada saytlar verilib. Pagopadan ödeyə bilərsiniz və saytdan ödeyə bilərsiniz. İnstruksiya da var, necə ödəmək lazımdır. Deməli, əlavə olaraq sizdən minimum B2 level ingilis dili tələb olunur və ingilis dilini əgər siz ingilis dilində oxumusunuzsa ondan xaric bu sizə apply olunmur bu qanun. Bu qanun demək, bu necə deyirlər? Rule. Və bu qədər. Bu sizə hal-hazırda bilmək gərəyində olduğunuz ən birinci informasiyadır. Bunu biləndən sonra artıq müraciət edə bilərsiniz. Müraciət zamanında hansı sənədlər lazım olursa, onları da əlavə edirsiniz. Amma sırf olaraq əgər siz necə deyirlər, bilmək istəyirsiniz ki, siz uyğunsunuz yoxsa yox, bunları bilməlisiniz. Məsələn, elə ola bilər ki, sizdə bunlardan çatışmayan ola bilər və sizə rədd cavabı gələ bilər. Onda da deyirsiniz ki, bəs niyə rədd cavabı gəldi? Mənim GPA-im məsələn 90-dır, mənim IELTS-ım 7.5-dir, amma baxırsınız ki, fakültəniz uyğun gəlmir, kreditlər uyğun gəlmir və o zaman sizdə burada problem ola bilər. Uğurlar olsun hamınıza. Nə sualınız olarsa kommentdə yaza bilərsiniz. Subscribe eləyin. Facebookda yazın, nə sualınız varsa yazın, cavablandırıq.